Hər vaxtınız xeyir olsun, dəyərli, gözəl insanlar. Bu günləri sizlə apostil haqqında danışacağıq. Xatırlayırsınızsa bir video çəkmişdim. O videoda izah eləmişdim ki, əgər sizin övladınız Fransada anadan olubdursa və siz övladınız üçün xarici pasport çıxartdırmaq istəyirsinizsə, Azərbaycan vətəndaşlığını almağını istəyirsinizsə, ilk öncə onun metrikasının apostilini elətdirməlisiniz. Metrikasının üzərində o peçatı vuran şəxsin adı, soyadı yazılmalıdır. Adətən dövlət məmuru olur da. Ondan sonra onun apostilini eləyirsiniz. O videonu axtarıb tapıb baxarsınız. O hissələri orada izah eləmişəm. Apostili elədikdən sonra sizə bir dənə resepisiya sənədi gəlir. Həmin o resepisiya sənədini götürüb çıxartmalısınız. Resepisiya sənədini çıxartdıqdan sonra, yəni peçat eləyirsiniz, peçatdan, çapdan çıxardırsınız. Gedirsiniz bir poçta və yaxud da tabaka. Orada deyirsiniz ki, je veux une enveloppe. Une enveloppe zərf deməkdir. Une enveloppe A4. A4 formatında bir dənə zərf istəyirsiniz. Sonra deyirsiniz ki, je veux une enveloppe A5. A5 A5 formatında olan biraz balaca zərfdir. Yəni 2 dənə oradan zərf götürürsünüz. Biri A4 olur, biri A5 olur. Və bir də deyirsiniz ki, je veux 2 timbres 20 gram. Timbre budur, bu markadır. Görürsünüz, həmin bu markanı yapışdıracaqsınız məktubların üzərinə. Yaxşı. Ondan sonra gəlirsiniz evə. Bu sizin böyük zərfinizdir. Tamam, böyük zərf. Böyük zərfin bu hissəsinə və bura öz adınızı, soyadınızı və adresinizi yazırsınız. Tamam. Sonra keçirsiniz arxa tərəfə. Arxa tərəfə, yəni arxa tərəfə bu hissə. Bura bu markanı yapışdırırsınız. Tamam, bir dənəsini də birini yapışdırdınız bura. Sonra bu aşağı hissəyə sizin həmin o resepisiyanın üzərində olan adresi yazırsınız. Konsey regional, sonra da adresi yazdınız, kopyaladınız bura. Hələ bağlamırsınız bunu, çünki içinə indi şeylər qoyacaq. Bu bitdi, bunu qoyduq bir kənara. Sonra götürürsünüz ikinci zərfi, balaca zərfi. Balaca zərfin birbaşa arxasından başlayırsınız. Bura markanızı yapışdırırsınız. Markaya yapışdı bura. Aşağı hissəyə öz adınızı, soyadınızı və adresinizi yazırsınız. Çünki məmurlar orada işləyəndən sonra götürüb bu zərfin içərisində metrikanı və apostili qoyub sizə göndərəcəklər. Və bu hissəyə göndərən adam, yəni o bayaqları bunun arxasına yazdığınızı bunun qabağına yazırsınız. Markanda vurursunuz, bunu bağlamırsınız. Bunu götürürsünüz. Qoyursunuz böyük zərfin içərisinə. Eyni zamanda o resepisiya gəlmişdi, çapdan çıxartmışdınız. Onu da qoyursunuz bunun içərisinə. Ondan sonra metrika, uşağın metrikası. Onu qoyursunuz bunun içərisinə. Sonra bağlayırsınız. Gedirsiniz, böyük poç qutuları vardı, sarı rəngli. Onun autre département, yəni başqa əyalətlər hissəsinə atırsınız, bitir. Məmurlar da götürüb nə edəcəklər? Bunu açacaqlar, baxacaqlar, bu zərfi də götürəcəklər, sonra işlərini bitirəcəklər, bunu qatlayacaqlar, qoyacaqlar bu zərfin içərisinə, atacaqlar oradan, gələcəkdir sizin evinizə qədər. Tamam, hər hansı bir sualınız olsa çəkinmədən verə bilərsiniz. Sağ olun, sağlıcaqla qalın.